Baxın, nə əldə etmişəm. Cəmi 5 sm olan ministillərlə rekord müddətdə kivi, qaraqat və əncir çıxartdım. Adi vaxtdan qat-qat tez. Və bütün bunları elə bir üsulla etdim ki, sizə söz verirəm, ağzınız açıq qalacaq. Braziliya ministillər usulu. Bu usul çox sadədir, çox təsirlidir və hər biriniz evdə heç bir çətinlik çəkmədən və pul xərcləmədən edə bilərsiniz. Bu gün sizə addım-addım necə işlədiyini göstərəcəyəm, çünki buna həqiqətən dəyər. Braziliya usulu çox gənc, çox kiçik stillərdən istifadə etməyə və onları tez kok atması üçün ideal rütubətdə saxlamağa əsaslanır. Və ən yaxşısı odur ki, bunu evdə olan materiallarla edə bilərik. Yaxşı, işə başlamazdan əvvəl gəlin görək hansı materiallara ehtiyacımız var. Çox deyil, hər kəsin tapa biləcəyi çox sadə şeylərdir. İlk olaraq 8 litrlik boyu bir butulka lazımdır, bu bizim çoxaldıcımız olacaq. Həmçinin güclü bir qayçı və ya kəsici, əlinizdə nə varsa o da olar. Quma ehtiyacımız olacaq. Bu çay qumu, filtrasiyadan keçmiş və ya hətta tikinti qumu ola bilər, amma çox vacibdir, tamamilə təmiz olmalıdır. Əgər təmiz deyilsə, su tamamilə səffaf çıxana qədər bir neçə dəfə yuyuruq. Biraz pambik, bunu drenajı bağlamaq və qumun axıb getməsinin qarşısını almaq üçün istifadə edəcəyik. Həmçinin aloe vera və uyudulmuş darçınımız olacaq. Bu iki klassik vasitə ministillərin xarab olmamasına və yaxşı kök atmasına çox kömək edəcək. 10 həcmli hidrogen peroksid, yəni istənilən aptekdə tapılan 3% konsentrasiyalı olanı. Sadəcə suvarmanı hazırlamaq üçün 1 litr su. Və nəhayət, əsas qəhrəmanlarımız. 3 ədəd qaraqat ministili, 3 ədəd kivi ministili və 3 ədəd əncir ministili. Hamısı 3-5 sm uzunluğunda. Bütün bunlarla artıq propagatorumuzu qurmaq və Braziliya usuluna başlamaq üçün lazım olan hər şeyimiz var. İndi isə butulkanı hazırlayacağıq. İlk olaraq 8 litrlik butulkanı yan çevirəcəyik. Daha sonra çox ehtiyatla butulkanı uzunluğuna, demək olar ki, ortadan kəsəcəyik, amma bir tərəfini kəsmədən saxlayacağıq. Kəsmədən saxladığımız o tərəf bizə mentəsəli qapaq kimi xidmət edəcək. Sanki kiçik bir istixanənin qapağı kimi. İndi isə kəsici aləti qoturub, butulkanın ən aşağı hissəsindən təxminən 2 sm yuxarı sayırıq. Məhz həmin nöqtədə kiçik bir desik açırıq. O desik bizim propagatorumuzda olacaq suyun maksimum səviyyəsini göstərəcək. Əgər su həmin səviyyədən yuxarı qalxsa, sadəcə o desikdən zol axacaq. Sonra həmin desiyin içərisinə biraz pambik qoyuruq ki, artıq su yavaş-yavaş çıxa bilsin, amma qum propagatordan çıxmasın. İndi isə qum əlavə edəcəyik. Birbaşa təxminən 7 sm qum tökürük. Bu belə boluşdurulur. İlk 2 sm su ambarı olacaq. Yəni suyun əsas hissəsi burada saxlanacaq. Qalan 5 sm isə yuxarı hissə olacaq və biz ministəkimizi məhz ora yerləşdirəcəyik. O hissə əvvəlcə daha quru olacaq. Amma sonra kapillyarlıq sayəsində tədricən ozun nəm çəkəcək. Əgər mümkünsə, butulkanın yuxarı hissəsində 1 sm boş yer saxlayırıq ki, suvarmağa başlayanda su daşmasın və ətrafı cirkləndirməsin. O dizayn sistemin kapillyarlıqla işləməsinə imkan verir. Yəni, ən aşağıda qalan su yavaş-yavaş yuxarı qalxacaq və ministəkilərin cürümədən kök atması üçün ideal rütubət və oksigenləşmə təmin edəcək. Yaxşı, indi ministəkiləri hazırlayacağıq. Ministəkiləri hər birinə 5 sm uzunluqda, mümkün olsa bir tumurcuqla kəsirik. 3 ədəd qaraqat, 3 ədəd kivi və 3 ədəd əncir kəsəcəyik. Onları əldə etdikdən sonra göbələk problemlərinin qarşısını almaq üçün yaxşı hazırlamaq çox vacibdir. Çünki ministixanamızda nisbi rütubət çox yüksək olacaq və əgər tədbir görməsək, bu patogenlərin yaranmasına sərait yarada bilər. Ona görə də əkəndən əvvəl onlara təbii bir profilaktik vasitə verəcəyik. Əvvəlcə kəsik hissəni, həm aşağısını, həm də yuxarısını aloe vera ilə isladırıq. Aloe möhtəşəmdir. Çünki stilin toxumasını qoruyur, kök atmasını stimullaşdırır və stilin yaxşı inkişaf etməsinə çox kömək edən təbii hormonlar ehtiva edir. Sonra isə kəsik yerlərə uyudulmuş darçın çəkirik. Darçın təbii antifungal vasitədir. Göbələk və cürmələrin qarşısını alır. Ona görə də stilin o kiçik yaralarını darçından örtmək çox vacibdir. Və bununla da mini stillər artıq əkilməyə tam hazırdır. Onları yerləşdirmək üçün heç bir desik və ya oyuq açmağa ehtiyac yoxdur. Sadəcə olaraq hər mini stilini qoturub
duz şəkildə aşağıya, təxminən 2-3 sm dərinliyə quma bastırırıq. Çox sadədir. Humurcuq həmsə yuxarıya baxmalıdır. Onları təşkil edirik ki, hansının hansı olduğunu bilək. İndi isə su varmanı hazırlayacağıq. 1 litr suya 10 həcmli, yəni uc faizli 1 çay qaşığı hidrogen peroksid əlavə edirik. Əgər daha güclü hidrogen peroksidiniz varsa, 20 həcmli, yarım çay qaşığı əlavə edin. Iq həcmli olarsa, bir neçə damcı kifayətdir. Bu qarışıq göbələklərin qarşısını almağa kömək edir və substrata oksigen verir. İndi isə çox yavaşda suvarırıq, qumun tədricən suyu çəkməsinə imkan veririk. Su drenaj dəliyindən çıxmağa başladığını görəndə dayandırırıq. Bu o deməkdir ki, rezervuar doludur və qum kapillyar təsiri ilə nəm çəkəcək. İndi isə çox vacib bir məqam gəlir. Bunu harada yerləşdirəcəyik? Bu kokləndirici qab mütləq dolayı isıq olan bir yerdə olmalıdır. Bu o deməkdir ki, birbaşa günəş işığı olmaz, çünki artıq istilik stillərə zərər verə bilər. İndi isə hər şeyi təmiz və göbələksiz saxlamaq üçün təbii bir qabaqlayıcı hazırlayacaq. 1 litr suya 1 cimdik darçın əlavə edirik, yaxşıca qarışdırırıq, incə bir parça ilə süzürük və spreyə tökürük. Bu qarışıq göbələk əleyhinədir, çox təhlükəsizdir və kanalda çox tövsiyə olunur. Ən yaxşısı bunu hər 3-4 gündən bir tətbiq etməkdir. Bu şəkildə göbələk problemi yaşamaq çox çətin olacaq. Yaxşı, artıq 6 həftə keçib və buna baxın. Baxın, bu qaraqat, çivi və əncir ministirlərinin necə gözəl kökləri çıxıb. Doğrudan da, bu Braziliya usulunun cəmi 5 sm olan belə kiçik hissələrlə necə işlədiyinə heyran qalıram və yenə də nəticəyə baxın. Mənə hər dəfə daha çox təəccübləndirir ki, bu usul necə yaxşı işləyir. Fürsətdən istifadə edib sizə vacib bir şey demək istəyirəm. Əgər bunu azalan ayda edə bilsəniz, daha da yaxşı olar. Bu mərhələdə sirrə koklara doğru enir və stillər adətən daha asan kok atır. Mütləq deyil, amma xeyli kömək edir. Bir də yadınızda saxlayın ki, hər bitkinin öz inkişaf tempi var. Bəziləri biraz gecikə bilər, digərləri isə tez çıxır. Əsas odur ki, propagatoru tez-tez azmayasınız. Qoy işləsin, axı biz onu buna görə belə hazırlamışıq. Kapillyarlıq rütubəti ideal səviyyədə saxlayır, demək olar ki, heç nə etməyə ehtiyacı qalmır. Vəssalam, əgər video xoşunuza gəldisə, çox minnətdar olaram ki, bəyənsəniz, kimin üçün faydalı ola bilərsə onunla paylaşasınız və ən əsası, sərh yazın mənə bildirin ki, bu sistemi sınayacaqsınızmı və gələcək videolarda hansı bitkilərlə sınamamızı istərdiniz? Çox böyük bir salam göndərirəm və növbəti videoda görüşərik.